Doktor, sidiyə gedərkən yanma, göynəmə varsa, bu nədən ola bilər? Çox aktual bir mövzuya toxundunuz. Lakin təkcə bu şikayətə görə fikir bildirmək çətin məsələdir. Amma ilkin olaraq insanın ağlına kəskin və ya xronik sistit gələ bilər. Yəni yandırma, göynəmə varsa, amma digər şikayətlərinə baxmaq lazımdır xəstənin. Xəstədə yanma, göynəmədən əlavə olaraq tez-tez sidiyə getmələr varsa, sidiyin rəngində bulanıqlıq varsa, hətta sidikdə qan aşkarlanırmı, aşkarlanmırmı, xəstə bu barədə bizə məlumat verməlidir. Sonra gecə sidiyə çıxışları olurmu, neçə dəfə olur və ümumiyyətlə sidik saxlamada bir problemi vardırmı? Tualetə gedəndə çatdıra bilməmə məsələləri kimi. Biz bu şikayətləri dinlədikdən sonra həmin xəstəmizi müvafiq müayinələrdən keçirdirik, klinik laborator analizlərimizi veririk, ultrason müayinəsi eləyirik və s. Onun əsasında dəqiq diaqnozumuzu qoyub və bu yöndə müalicəmizi aparırıq. Amma bir şey bilmək lazımdır ki, burada bu tipdə bir şikayətimiz varsa, bu ciddi xəstəliklərin də ilkin simptomlarından biridir. Ona görə də elə yanma, göynəmə deyib bu şikayətin üstündən keçmək lazım deyil. Mütləqli şəkildə həkim müayinəsində olmaq lazımdır. Çünki hər hansı bir xəstəliyi ilkin şəkildə aydınlaşdırsaq, biz onu müalicə etməyimiz daha rahat formada olar və sağlamlığınıza daha tez qovuşarsınız. Sağlıqla qalın.